Hamıya salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz conjunctive words-dür. Conjunctive words bağlayıcı sözlərdir və bağlayıcı sözləri əslində biz keçən dərsimizdə öyrənmişik. Sadəcə olaraq bu dərsdə nisbə əvəzlikləri öyrənəcəyik. Bunlar da açıqlama üçün deyim ki, ona görə bu dərslikdə verilib ki, yəni conjunctive words başlığı altında verilib. Çünki bunlarda birləşdirmə xüsusiyyəti vardır, bağlayıcı xüsusiyyətli vardır və buna görə də conjunctive words başlığı altında nisbə əvəzliklər keçiriləcəkdir. Nisbə əvəzliklər isimləri açıqlamaq üçün, onların haqqında daha artıq məlumat vermək üçün istifadə edilir. Qeyd edim ki, bununla bağlı testləri yazanda bir neçə məqam var ki, həmin məqamlara mütləq fikir vermək lazımdır. Birincisi, boşluqdan əvvəl isim gəlib gəlməyibdir. Həmin isim canlıdır, yoxsa cansızdır? Buna fikir vermək lazımdır. Boşluqdan əvvəl sözünü gəlibdir, yoxsa gəlməyibdir? Buna fikir vermək lazımdır. Eləcə də boşluqdan sonra cümlənin sonuna yaxın və yaxud da ki, tam sonunda sözünü işlənibdir və ya işlənməyibdir. Buna fikir vermək lazımdır. Yəni, ismin canlı-cansız olmağına, ismin olub-olmamağına, eləcə də sözünün işlənmə yerinə xüsusi diqqət eləmək lazımdır. İki qrupa bölmüşük. Deməli, bir canlı, bir də cansız. Yəni, boşluqdan əvvəl canlı, boşluqdan əvvəl canlı və ya boşluqdan əvvəl cansız olmağına xüsusi diqqət etmək lazımdır. Əgər boşluqdan əvvəl tutam ki, canlı gəlibdir, bu zaman uyğun olaraq who, whom, whose istifadə eləmək lazımdır. Bəs bunu nəyə görə təyin eləyirik? Yəni, nəyə görə who yox, whom yazırıq, eləcə də whom yox, whose yazırıq? Buna fikir vermək lazımdır. Deməli, əgər boşluqdan əvvəl canlı bir isim gəlibsə və boşluqdan sonra xəbər gəlibsə, bu zaman who və yaxud da ki, zət istifadə eləmək lazımdır. Məsəl üçün, tutalım ki, buradan who-u silsək, burada bir boşluq var. Boşluqdan əvvələ və sonraya fikir vermək lazımdır. Burada göl işlənibdir, qız deməkdir və canlıdır. Boşluqdan sonraya da fikir veririk. Live, yaşamaq, nə etmək, xəbərdir. Boşluqdan əvvəl canlı gəldi, boşluqdan sonra isə xəbər gəldi. Uyğun olaraq, əgər boşluqdan əvvəl insan, boşluqdan sonra isə xəbər gələndə, bu zaman who-dan istifadə etmək lazımdır. Əgər bu qaydaya uyğundursa, amma variantda who yoxdursa, who-un əvəzinə zətdən istifadə eləmək mümkündür. Çünki zət who-yu əvəz edə bilir. İkinci qayda olaraq, əgər boşluqdan əvvəl canlı gəlibsə, amma boşluqdan sonra mübtəda gəlibsə, bu zaman whom-dan və yaxud da ki, zətdən istifadə etmək lazımdır. Məsələn, the girl whom we met is my sister. Burada whom-u silsək, boşluq yazsaq, deməli, boşluqdan əvvəl girl, yəni canlı gəlib, boşluqdan sonra we, yəni mübtəda gəlibdir. Özündən əvvəl canlı, özündən sonra mübtəda olanda whom-dan istifadə etmək lazımdır. Əgər yenə də uyğun olaraq cümlədə whom yoxdursa, daha doğrusu variantda whom yoxdursa, onun əvəzinə zətdən istifadə etmək mümkündür. Daha sonra, əgər boşluqdan əvvəl canlı gəlibsə, boşluqdan sonra isim gəlibsə, artiklsız isim olmalıdır bu isim. Boşluqdan sonra isim artiklsız işlənibsə, demək ki, whose-dan istifadə etmək lazımdır. Deməli, burada boşluqdan əvvəl children gəldi, uşaqlar isimdir və canlıdır. Boşluqdan sonra bags, yəni çantalar isimdir və artiklsızdır. Demək ki, bu boşluğa whose-dan istifadə etmək lazımdır. Əgər fikir verdinizsə, whose-u zət ilə əvəz eləmək mümkün deyil. Yəni, whose olan yerə yenidən zət yazmaq mümkün deyil. Digərlərini zət əvəz eləyə bilir, lakin whose-u əvəz eləyə bilmir. Əgər boşluqdan əvvəl canlı gəlibsə, boşluqdan sonra mübtəda, üstə gəlinsin, xəbər quruluşu varsa və cümlənin sonunda söz önü işlənibsə, bu zaman zət və yaxud da ki, who-dan istifadə etmək lazımdır. Məsələn, the manager who və ya zət your niece is waiting for. Burada cümlənin sonunda for işlənibdir. Qərar veririk ki, who və ya zət yaza bilərik. Burada manager canlıdır. Özündən sonra isə your niece, yəni mübtədamız, dalınca isə is waiting, yəni xəbərimiz işlənibdir. Demək ki, bu boşluğa ya who, ya da ki, zətdən istifadə etmək lazımdır.
Gələk cansızlara. Əgər boşluqdan əvvəl canlı yox, cansız işlənibsə, bu zaman which-dən, that-dən və ya əgər canlı isim yiyəlik bildirirsə, whose-dan istifadə etmək lazımdır. Bir də deyirəm, əgər cansız isim işlənibsə, which, that və ya whose-dan istifadə edirik. Whose çox nadir hallarda istifadə edilir. O da yiyəlik bildirdiyi hallarda istifadə edilir. Gəlin baxaq, cansız işlənibdir, daha sonra which, daha sonra istənilən bir söz yazıla bilər. Eləcə də cansız, that istənilən söz yazıla bilər. The laptop, which is expensive, was bought by my dad. Deməli, bu nümunədə which-i silsək, deməli, boşluqdan əvvəl laptop gəlibdir, yəni cansızdır. Demək ki, cansız olduğuna görə which-dən istifadə edirik. Əgər which yoxdursa variantda tutalım ki, bu zaman onun əvəzinə that-dən istifadə etmək mümkündür. Əsas məsələ nədir? Əsas məsələ cansız isminin whose-un işlənməyidir. Bayaq fikir verdinizsə, mən canlı ilə whose yazmışdım. İndi də deyirəm ki, cansızla whose yazırıq. Niyə yazırıq? Əgər cansız isim yiyəlik mənasındadırsa, yiyəlik bildirirsə, bu zaman isim whose-dan istifadə eləmək lazımdır. Məsəl üçün, maşının qapısı. Bu zaman whose-dan istifadə edirik. Çünki maşının qapısı burada bir yiyəlik var. Və yaxud da ki, deyirəm ki, kitabın üzü, üz qabağı. Demək ki, burada da bir yiyəlik var və ya stolun ayağı, burada da yiyəlik var. Yiyəlik varsa, cansız olsa belə whose yazırıq. Amma yiyəlik yoxdursa, artıq whose-dan istifadə eləmək mümkün deyil. The car whose door is broken is old. Deməli, burada whose özündən əvvəl car, maşın sözü gəlibdir. Maşının door, qapısı deyə bilirik, yiyəlik vardır. Ona görə də whose-dan istifadə edirik. Əgər yiyəlik olmasa, bu zaman cansızla qəti olaraq whose-dan istifadə etmək mümkün deyil. Bir də testlərdə tez-tez istifadə edilən bir test tipi nədir? İsim varsa what olmaz. Yəni, əgər boşluqdur, tutalım ki, boşluqdan əvvəl isimdir. Həmin ismin canlı və yaxud da ki, cansız olmağının heç bir fərqi yoxdur. Canlı və ya cansız. Hər hansı bir isim varsa, what yazmaq olmaz. Məsələn, gördünüz ki, boşluqdur, əvvəl yazıb the girl, qız, bu isimdir. Ona görə what-u variantdan silmək lazımdır. Eləcə də the book, kitab isimdir. Cansız olsa belə variantdan what-u silmək lazımdır. Çünki adını çəkib bir də what demək mümkün deyil. Daha sonra söz önünə fikir vermək lazımdır. Ümumiyyətlə, söz önünün bu tip testlərdə işləndiyi yer çox önəmlidir. Yəni, söz önü boşluqdan əvvəlmi işlənib, yoxsa boşluqdan sonra mı işlənib? Bu çox önəmlidir. Əgər söz önü boşluqdan əvvəl işlənibsə, yəni birinci söz önü, daha sonra boşluq gəlibsə, bu zaman whom, which və what-dan istifadə edirik. Təbii ki, yerinə görə demirəm, elə söz önü əvvəldədir, hər boşluğa whom, hamısına which yazmaq mümkündür, belə bir şey mümkün deyil. Əgər boşluqdan əvvəl deməli, canlı isim gəlibsə, daha sonra söz önü gəlibsə, whom yazırıq. Məsələn, who borrowed a car from whom? Burada, deməli, from işlənibdir, söz önüdür. Mən bilirəm ki, 3 dənəsini yaza bilərəm. Tutalım ki, burada boşluq olsa, whom-un əvəzinə boşluqdur, tutalım ki. Bu zaman boşluqdan əvvəl whom from gəlibdir. Yəni, söz önü əvvəldə gəlibdir. Baxıram, necə isim gəlib? Canlı isim gəlib, yoxsa cansız isim gəlib? Baxıram ki, canlıdır. Buna görə də whom-dan istifadə edirəm. Yox, əgər cansızdan sonra söz önü gəlibsə, bu zaman which-dən istifadə etmək lazımdır. The company for which. Deməli, burada company şirkət deməkdir. Bu cansızdır. Cansızdan sonra for, yəni söz önü gəlibdir. Dalınca which yazmaq lazımdır mütləq. Və əgər feildən sonra söz önü gəlibsə, what yazmaq lazımdır. Məsələn, I am interested in, to be interested in feildir. Deməli, burada interested feil olduğuna görə, in-lə işləndiyinə görə what-dan istifadə etmək lazımdır. Əgər tutalım ki, birinci boşluq gəlibdir, boşluqdan sonra söz önü gəlibdir, bu zaman uyğun olaraq who, which və ya that, who, what və ya bunlardan birini istifadə etmək lazımdır. İndi gəlin nümunələrə baxaq. Əgər canlıdır, canlı isim gəlibdir, daha sonra söz önü gəlibsə boşluqdan sonra bu zaman who-dan istifadə eləmək lazımdır. Məsələn, baxıram the teacher, müəllim deməkdir, canlıdır. Cümlənin sonunda from işlənibdir, söz önüdür. Özündən əvvəl canlı gəlibdir, cümlənin sonunda söz önü işlənibdir. Demək ki, mən who-dan istifadə etməliyəm. Yox, əgər cansız olsa, bu zaman which-dən və ya that-dən istifadə edirəm.
bilmirəm. Məsələn, the house which I was born. Deməli, burada born in, burada in sözünüdür. Cümlənin sonuna təsadüf eləyib gəlibdir. Deməli, burada house işlənibdir. House cansızdır. Cansız olduğuna görə ya which ya da ki which-i əvəz eləyən zətdən istifadə eləyirəm. Feil gəlsə, tərcüməyə uyğun olaraq, tutam ki, feil gəlibdir, cümlənin sonunda söz önü gəlibdir. Tərcüməyə baxacağıq. Tərcüməyə uyğun olaraq who və what və yaxud da ki, where-dən istifadə etmək lazımdır. Məsələn, burada cümlənin sonuna fikir versək, cümlənin sonunda to, yəni söz önü gəlibdir və əvvəldə I don't know, no feili işlənibdir. Bu zaman tərcüməyə baxıram. I don't know, she is talking to, mən bilmirəm, o danışır, kimə danışır? Kim? Ona görə who istifadə eləyirik. I don't understand. Mən başa düşmürəm. What you are talking about. What you are angry about. Sən nə barədə əsəbisən? Nə dediyimə görə what'dan istifadə eləyirəm. This is where I came from. Mənim gəldiyim yerdir. Bu mənim gəldiyim yerdir. Yəni haradan ki mən gəlirəm. Burada hara uyğun gəlir. Yəni əgər feil cümlənin sonunda söz önü olsa, ya who-dan, ya what-dan, ya da ki where-dən istifadə eləyirik. Bu üçündən hansının olmağı isə tamamilə tərcümədən asılıdır. Bir də ki, əgər boşluqdan əvvəl törəmə bir əvəzlik gəlibsə, yadınıza salım ki, törəmə əvəzliklər somın, any'nin, every'nin, no'nun törəmələri var idi. Nobody, nothing, somebody, something və s. Burada nəyə fikir verəcəyik? Əgər body və one-la bitirsə, həmin törəmə əvəzlik, uyğun olaraq who, whom, whose və ya zətdən istifadə edirik. Biz onsuz da bilirik ki, body və one-la bitənlər insanı, yəni şəxsi göstərir. Məsələn, somebody şəxsi göstərir, anyone şəxsi göstərir. Şəxsi göstərdiyinə görə insanla hansı işlənə bilirdi? Who, whom, whose və ya zət işlənirdi. Buna uyğun olaraq seçirik. Yəni, artıq who'un, whom'un, whose'un, zətin hansının işlənməyi boşluqdan sonradan asılıdır. Məsəl üçün, boşluqdan əvvəl tutalım ki, anybody, body var. Yəni, bu insanı göstərir, insan bildirir. Boşluqdan sonra feil gəlibdir, xəbər gəlibdir, bu zaman who işlədəcəyik. Yox, əgər əvvəldə anybody, boşluqdan sonra mübtəda gəlsə, burada whom yazmaq lazım idi. Boşluqdan əvvəl anybody, boşluqdan sonra artiklsız isim gəlsə, whose yazmaq lazımdır. Əgər biz bilirik ki, who və whom variantda yoxdursa, onun əvəzinə zətdən də istifadə etmək mümkündür. Əgər həmin törəmə əvəzliyi sing ilə bitirsə, məsələn, something, anything, nothing, biz artıq bilirik ki, sing ilə bitirsə, bu əşyaya, yəni cansıza aid olan xüsusiyyətdir. Cansız olanda nədən istifadə edirdik? Zətdən və ya which-dən istifadə edirdik. Buna uyğun olaraq da which və yaxud da ki, zəti variantdan seçib yazmaq lazımdır. Məsələn, there is something which she doesn't understand. Deməli, burada which özündən əvvəl something, sing ilə bitdiyinə görə which-dən, eləcə də zətdən istifadə etmək mümkündür. Və biz isim, üstəgəlsin mübtədə xəbər quruluşuna xüsusi diqqət eləməliyik. Yəni, əgər bizə bir cümlə verilib, tutalım ki, he is the manager. Burada qaydaya uyğun olaraq nə etmək lazımdır? Əvvələ və sonraya baxmaq lazımdır. Whom-dan əvvəl nə gəlibdir? Manager, yəni insan bildirən söz, canlı. Özündən sonra isə I gəlib, yəni mübtəda gəlibdir. Özündən əvvəl canlı, özündən sonra mübtəda gəldiyinə görə whom yazmışıq. Bunu yazmasaq da olar. Yəni, digər bir cümlə, müstəqil bir cümlə vardısa, mübtəda üstə gəlsə, xəbər quruluşuna uyğun başqa bir cümlə yazılıbsa, həmin nisbə əvəzliyi yazsaq da olar, yazmasaq da olar. Yəni, birinci cümlədə he is the manager whom I argued yesterday. Deməli, bu cümlədə whom özündən əvvəl manager gəlibdir, canlı özündən sonra mübtəda gəlibdir. Eləcə də bu fərdi bir cümlədir. I argued yesterday. Deməli, burada I-dan sonra, yəni mübtəda üstə gəlsə xəbər quruluşu var. Burada whom-u yazmasaq da olar. Müstəqil bir cümlə olanda whom-dan
aslı deyil də, yəni tək huma aid olan bir qayda deyil. Hum olmasından başqa biri olsun. Demə, əgər mübtədə xəbərin özünə məxsus quruluşu vardısa, həmin nisbə əvəzliyi istifadə etsək də olar, etməsək də olar. Və feil quruluşuna fikir verək. Əgər boşluqdan əvvəl də feil gəlibdi, boşluqdan sonra da feil gəlibdi, bu zaman uyğun olaraq who və yaxud da ki, what-dan istifadə etmək mümkündür. Məsələn, tell me, bu da feildir. Made, bu da feildir. Boşluqdan əvvəl də feil gəlibdi. Boşluqdan sonra da feil gəlibdi. Bu zaman what və yaxud da ki, who-dan istifadə edirik. Deməli, boşluqdan əvvəl də feil gəlibsə, boşluqdan sonra da feil gəlibsə, ya who-dan ya da ki, what-dan istifadə edirik. Bəzən də hər ikisinin tərcüməsi uyğun olduğuna görə ikisi də istifadə edilə bilər. Məsələn, tell me what made you upset. Mənə de, səni nə məyus edibdi və ya mənə denən, səni kim məyus edibdi. Və burada əgər cümlənin sonunda for vardısa, for nədir? Sözünüdür. For sözünüzü işlənibsə, biz qəti olaraq why-dan istifadə etmirik. Onsuz da tərcüməsi də alınmır. Niyə üçün demərik də, elə deyil, nə üçün deyərik. Bunun əvəzinə what-dan istifadə edərik. He wants to know what she is upset for. O, nə üçün məyus olduğunu bilmək istəyirdi. Və when-lə qəti olaraq indiki bitmiş zaman istifadə etmək olmaz. Yəni biz when-dən sonraya indiki bitmiş zaman yazmırıq. Belə bir variant olsa, həmin variantı silmək lazımdır. Çünki when dəqiq zamanlarla işlənə bilmir. Daha doğrusu indiki bitmiş zaman dəqiqliyi ilə işlənə bilmir deyə when-dən istifadə edilməz, işlənə bilməz. Və off olanda boşluqda tutalım ki, bu zaman which-dən istifadə etmək lazımdır. Məsəl üçün, he knows of the restaurants, which of the restaurants demək lazımdır. Bunlardan yeganə which-dir ki, which-lə of istifadə etmək mümkündür. Deməli, for olanda why yazmırıq, bunun əvəzinə what yazırıq, when-lə indiki bitmiş zaman, yəni həfəz üstə gəlsin participle to yazmırıq, off olanda da which-dən istifadə edirik. Daha sonra zaman mənalı sözlərə fikir veririk. Yəni zaman bildirən istənilən söz ola bilər. Mən bir neçəsini yazmışam. Day, week, month, year və s. Hər hansı bir zaman bildirən söz vardısa, bu zamanda when-dən istifadə edirik. Məsəl üçün, Ali never forgets the day when his father left him. Deməli, burada dəyişlənibdir. Zaman bildirdiyinə görə when-dən istifadə edirik. Eləcə də məkan mənalı sözlər olsa, məsələn, home, city, village, Baku və s. məkan mənası olan sözlər olarsa, bu zamanda where-dən istifadə eləmək lazımdır. Məsəl üçün, this is the city. City şəhər deməkdir. Şəhər, məkan mənası var. Bu zaman where-dən istifadə eləmək lazımdır. Ümumiyyətlə, məkan varsa, yalnızca where-dən istifadə etmirik. Məkan işlənibsə where, in which, which-in, eləcə də zət in-dən istifadə eləmək mümkündür. Deməli, məkan mənası olanda dedim ki, where-dən, in which-dən, which-indən, zətindən istifadə edirik. Burada bir neçə məqam var ki, onlara diqqət eləmək lazımdır ki, məkan mənası var, məsəl üçün həmin sözün, where yazaq, yoxsa which yazaq. Əlbəttə ki, ikisi bir-birindən fərqlidir. Buna xüsusi diqqət eləmək lazımdır. Biz bilirik ki, where-dən sonra və ya əvvəl sözünü gəlməz. Yəni, görsəz ki, əvvəldə sözünü var və ya sonrasında sözünü var və ya yazmayın, bunun yerinə which yazmaq lazımdır. Eləcə də tərcüməsinə fikir vermək lazımdır. Biz bilirik ki, və ya haradakı deməkdir, which isə hansı ki deməkdir. Haradakı tərcümə etməli isə bu zaman where demək lazımdır. Yox, əgər həmin cümləni hansı ki deyə tərcümə etmək lazımdırsa, demək ki, bu zamanda which-dən istifadə etmək lazımdır. Deməli, the house where he was born, onun anadan olduğu ev, haradakı o anadan olubdu. Burada harada dedi. Amma the house which is my own. Ya burada fərq var. Bir dəqiqə. Which is on fire belongs to my uncle. Deyir, yanğında olan, yanan ev mənim əmimə məxsusdur. Ev hansı ki yanır, mənim əmimə məxsusdur. Testdə nələrə diqqət eləmək lazımdır? Testdə diqqət eləyəcək ki, isim varsa what olmaz. Yenə də deyirəm, bu isim canlı, cansız fərqi yoxdur. İsim varsa what ümumiyyətlə yazmaq olmaz. İkincisi, whose-dan sonra birbaşa feil və əvəzlik olmaz. Whose-dan sonra isim gəlməlidir, daha sonra
cümlənin geri qalanı işlənməlidir və canlı isim varsa qəti olaraq which yazmaq olmaz. Yəni tutalım ki, boşluqdan əvvəl canlı gəlibdir, variantdan which-i mütləq silmək lazımdır. Və when ilə indiki bitmiş zaman olmaz. When üstə gəlsin, have has üstə gəlsin, participle to qəti olaraq qəbul edilmir. Bunu düzgün variant olaraq götürmək olmaz. Where-dən sonra söz önü olmaz. Where-dən əvvəldə söz önü olmaz. Söz önündən sonra zət olmaz. Deməli, burada onda demək lazımdır ki, which-lə zət məsələsinə diqqət etmək lazımdır. In which də demək olar, which in də demək olar. Yəni, söz önü which-dən əvvəl də işlənə bilər, söz önü which-dən sonra da işlənə bilər. Amma zətdən mütləq sonra işlənməlidir. Yəni, in that demək olmaz, in that bu halda demək olmaz da. Yəni, başqa ifadələrdə in that case belə olan halda və s. o ayrı bir cümlə tipidir. Orada bağlayıcılıqdan söhbət getmir. That sonra in istifadə eləmək lazımdır. Gəlin bir neçə dənə də testə baxaq və cümləyə baxaq. Birinci testimizdə bizə nə verilibdir? Belə bir cümlə verilib. Boşluq, boşluqdan əvvələ və boşluqdan sonraya fikir vermək lazımdır. Burada baxıram ki, kod işlənibdir. Kod palto deməkdir, cansızdır. Özümü yormuram, bilirəm ki, cansızla which də olur, zət də olur. 1 ilə 3 düzgün cavabdır. Paltoya harada demək olmaz, çünki məkan bildirmir. Huda canlılarla işlənir. Digər bir nümunədə the movie boşluq we watched. Deməli, burada movie yenə cansızdır. Cansız olduğuna görə boşluğa ya which yazmaq lazımdır, ya da ki, zətdən istifadə etmək lazımdır. Digər bir nümunədə boy işlənibdir. Oğlan canlıdır. Canlı olduğuna görə biz boşluqdan sonraya da fikir verməliyik. Məsəl üçün, canlıdır, boşluqdan sonra xəbər gəlsə, dediyim kimi whodan istifadə edirik. Boşluqdan sonra mübtəda gəlsə, demək ki, whomdan istifadə edirik. Yəni, canlı gələndə işimiz biraz çoxdur. Canlı işlənibsə, boşluqdan sonraya da mütləq fikir vermək lazımdır. Boy canlıdır, boşluqdan sonra da found gəlibdir. Found telefon deməkdir. Yəni, artiklsız isimdir. Demək ki, mən burada artıq whosedan istifadə etməliyəm. Whose'u da bilirsiniz ki, zətlə əvəz etmək mümkün deyil. Burada mən gəlibdir. Mən kişi deməkdir, yenə canlıdır. Demək ki, bundan sonraya da fikir vermək lazımdır. You işlənibdir. You da əvəzlikdir. Yəni, cümləmizin mübtədasıdır. Özündən əvvəl insan, özündən sonra isə mübtəda gəldiyinə görə bu zaman whomdan istifadə edirik. Variantda whom yoxdursa, demək ki, zətdən də istifadə etmək mümkündür. Digərində isə biraz daha diqqətli olmalıyıq. Çünki book cansızdır. Bu zaman, məsələn, what istifadə eləməliyik. Çünki what nə canlı, nə cansız heç bir ismindən işlənmir. Which istifadə etməyəcək, amma niyə istifadə etməyəcək? Çünki artıq burada yiyəlik məzmunu vardı. Book kitab deməkdir, amma kitabın cover, yəni üz qabağından söhbət gedir. Burada deməli cansız olsa belə whosedan istifadə etmək lazımdır. Çünki burada yiyəlik məzmunu var.